Ordu Hörmüz boğazını, ölkənin quru, hava və dəniz sərhədlərini düşmənin üzünə bağlayırsa, hökumət də virtual məkanı həmin qüvvələrin ixtiyarına buraxa bilməz. Mərhum ali rəhbər Əli Xameneyi geri qayıtmadığı kimi, internet də əvvəlki vəziyyətinə qayıtmamalıdır. Bu açıqlama da göstərir ki, İran internet məsələsinə artıq texniki yox, strateji və ideoloji təhlükəsizlik mövzusu kimi yanaşır. Rəsmi Tehran hesab edir ki, Amerika Birləşmiş Ştatları, İsrail və xaricdə fəaliyyət göstərən müxalif qruplar sosial media və messenger platformaları vasitəsilə həm etirazları koordinasiya edir, həm də ölkə daxilindən görüntü və məlumat yayaraq hakimiyyətə təzyiq göstərirlər. Məhz buna görə də internet artıq hökumətin gözündə kommunikasiya vasitəsi deyil, milli təhlükəsizlik riski hesab olunur. Hakimiyyətə yaxın dairələr açıq şəkildə bildirirlər ki, İran idarə olunan internet modelinə keçməlidir. Əslində Tehran bu senariyə illərdə hazırlaşırdı. İranın yaratdığı milli informasiya şəbəkəsi də məhz belə vəziyyət üçün nəzərdə tutulub. Bu sistem daxilində bank xidmətləri, dövlət platformaları və bəzi yerli tətbiqlər ölkə daxilində işləməyə davam edir. Amma beynəlxalq internetə çıxış ya tam bağlanır, ya da yalnız xüsusi icazəsi olan şəxslərə verilir. Tehran interneti bərpa etməyə tələsmir. Çünki hakimiyyət informasiya axınına nəzarəti rejimin yaşaması üçün həyati məsələ hesab edir. İran əvvəllər də etirazlar zamanı interneti məhdudlaşdırırdı. Amma 2026-cı ildə baş verənlər tamamilə yeni mərhələdir. Bu dəfə məqsəd təkcə sosial şəbəkələr bloklamaq deyil, ölkəni qlobal rəqəmsal məkandan qoparmaqdır. Hazırda İranda informasiya axını əsasən 3 istiqamətdən formalaşır. Dövlət mediası, VPN vasitəsilə əldə edilən məhdud internet və xaricdə fəaliyyət göstərən fars dilli platformalar. Dövlət televiziyası hələ də əsas yayım vasitəsi olaraq qalır. Lakin cəmiyyətin əhəmiyyətli hissəsi rəsmi mediaya etibar etmir. Buna görə insanlar bütün qadağalara baxmayaraq VPN vasitəsilə Telegram, Instagram, X və xaricdə fəaliyyət göstərən fars dilli media kanallarına daxil olmağa çalışır. İnternet blokadasının nəticələri artıq yalnız informasiya sahəsi ilə məhdudlaşmır. İran iqtisadiyyatı ciddi zərbə alır. Elektron ticarət, beynəlxalq xidmət sektoru, proqramlaşdırma, onlayn biznes və rəqəmsal reklam bazarı faktiki olaraq iflic vəziyyətinə düşüb. Minlərlə insan işləmək üçün Türkiyə və Ermənistana müvəqqəti köç edir. Çünki qlobal internet olmadan xarici müştərilərlə işləmək demək olar ki, mümkünsüzdür. İnternet blokadası İran iqtisadiyyatına hər gün 10 milyonlarla dollar zərər vurur. Bəzi qiymətləndirmələrdə ümumi iqtisadi zərərin milyardlarla dolları keçdiyi bildirilir. Ancaq ən təhlükəli nəticə iqtisadi yox, informasiya vakumudur. İnternetin kəsilməsi ölkə daxilində baş verən hadisələrin, bombardmanların nəticələrinin və təhlükəsizlik vəziyyətinin dünyaya çatmasını çətinləşdirir. İnsanlar bir-biri ilə əlaqə saxlamaqda problem yaşayır. Ailələr xaricdəki yaxınları ilə danışa bilmir. Bu isə təkcə sosial gərginliyi artırmır. Uzun müddətli informasiya təcridi böhran dövründə cəmiyyətin daha sürətlə radikallaşmasına və dövlətlə vətəndaş arasındakı etimadın daha da zəifləməsinə səbəb olur.